Salam dostlar. Hal-hazırda Kristal Apşeron 2'dən bu yeni Kristal Apşeron 3 layihəsini çəkirəm sizin için. İndi gün batımıdır. Görün nə gözəl dağlardır. Dağların arxasında gün batımı. Burada avtobus dayanacağıdır ya parkdır ola bilər. Buraları göstərim sizə. Elə tikinti gedir. Burada da elə tam tikilməyib. Belə. Qısa videolar indi həyətdən də çəkərəm sizin. 3 layihəsini daha yaxından çəkərəm. Detalları da yaxından çəkeyim. Qaz xəttidir, çəkilir. Baxın, bu detektordur, qaz detektorudur. Su xəttidir, yəqin ki. Və havalandırmadır. Burada aspirator qoşulur. Bax, belə. Detalları da çəkdim. Çünki maraqlanırsınız ki, detallarla nə qədər səliqəlidir. Bax, belə səliqəlidir. Daha səliqəli ola bilər. Əlbəttə ki, ustalardan çox şey asılıdır. Materiallar keyfiyyətli olsa belə, ustalar gərək işini yaxşı bilsin. Canla başlı işləsin. Burada da batareyalar. Burada istipol seçim vermişlər də. Kim istəyir, istəmir. İstipol kimsə otaqlara da çəkdirib. Onda batareya belə qoymaq, qızdırıcı ehtiyac yoxdur. Amma olmayanlar qoydurur. Və yəni, amma təzə layihələrdə işlədiyimə görə artıq otaqlara istipol çəkilmir. Bunlar da qroxdur. Sosial şəbəkələrdə görmüşəm. Müzakirə edirlər ki, öncədən qrox deyilib qoyulmayıb, amma burada yəni ki, olanı mən sizə göstərim ki, qrox yazılıb. Bu bilmirəm. Vitra.